vedrəsini qoyub altına gözləyir. Dəmir yol stansiyasında və hazırlaşırıq getməyə. Aeroportlarda necə yoxlanış gedirsə, burada da çox güclü yoxlanış var. Saat 12'ye qalıb, amma görürsünüz burada adam dəhşət çoxdur. Vağzal daxilində siqara çəkmək qətiyyən qadağandır. Mütləq şəkildə çölə çıxmalısın. Vağzaldan çıxanlar geri qayıtmamaq üçün baxın belə bir şey qurulub. İlk dəfə burada görürəm. Bu irəli və arxaya gedib ki, insanlar içəri girə bilməsin yoxlanışsız. Mütləq şəkildə yoxlanışdan keçib gəlməz. Bu şəkildə hərəkət edir. Buradan heç cür keçmək olmaz o tərəfə. Ancaq çölə çıxmaq olur. Burada belə aparatlar quraşdırılıb bilet almaq üçün, amma bu ancaq Çinlilərə aiddir. Xarici vətəndaşlar buradan bilet ala bilməz. Məsəl üçün Məsəl üçün bunu seçdik. Görürsünüz burada qeyd olunub. Çin, Hong Kong, Makao, Tayvanın ID kartını bura qoyursan və salam alırsan. Qaqaş növbəyə dayanmamaq üçün vedrəsini qoyub altına gözləyir. Qatarın çıxış vaxtına 15 dəqiqə qalmış, artıq biletlər yoxlanılır. 8 dəqiqə qalmış isə qeydlər bağlanır. Dəmir yol vağzalının içində görürsünüz bu cür işarələmələr var rənglərdən. Platformalı biletində öyrənirsən, bu açıq mavi rəngli olan 4-cü platforma, 5-ci platforma mənim getdiyim platformada. Onu istiqamət götürüb axıra qədər getmək olar. Görürsünüz artıq burada istiqamət tutardı və döndük.